Salam, metallar bölməsinin testlərinə baxaq. Burada turşunun duzu natrium H2PO3 verib. Biz də bilirik ki, PO3 turşu qalığı, hansı ki bir HPO3 var, metafosfat. Bir də baxırıq ki, hidrogenlərin sayı çoxdur deyə bu HPO3-dən əmələ gələn duz deyil. Nəydən əmələ gəlir? Bu H3PO3-dən əmələ gəlir. Bu turşunu da biz açıq yazsaq, əslində 2 əsaslı turşu olduğuna görə H2HPO3 yaza bilərik. Niyə görə? Çünki 2 əsaslı turşu olduğuna görə hidrogenin birini verirəm normal turşu qalığının tərkibinə. Yəni HPO3 əslində normal turşu qalığıdır. Onda biz bu birləşməni natrium H2PO3-ü yazsaq, normal turşu qalığını ayırsaq, onda olacaq natrium HPO3 də normal turşu qalığıdır, PO3. Normal turşu qalıqdır. Onda belə çıxır ki, bu turş duzdur və hidro turş duzu, dihidro turş duzu deyil. Yəni qarışığa əlavə edilən natrium OH-ın mol sayı 2 molsa, elə bir dənə hidrogen olduğuna görə 1-in 1-ə nisbəti girir, 2-nin də 2-yə nisbəti girəcək. Onda belə çıxır ki, 2 mol natrium OH sərf olunacaq. Sualımız nədir? Reaksiyalar axıra qədər gedərsə, artıq qalan natrium OH-ın 9-un 2-si getdi, qaldı 7-si. Keçdik o birinə, natrium H2PO4. Natrium H2PO4 bilirik ki, H3PO4-dən gələn turşudur və normal turşu qalığı PO4-dür. Yəni normal turşu qalığımız PO4-dür. Onda belə çıxır ki, bu dihidro turşudur. Onda yəni natrium H2PO4-də elə 2 dənə natrium OH lazımdır ki, tam belə deyək, sərf olunsun. Onda belə çıxır ki, 2-yə də 4 lazımdır. Onda 7-dən 4 çıxdıq, qaldı 3. İndi baxaq görək, natrium H2PO2-yə nə qədər natrium OH lazımdır. Və biz bu turşunu bilirik ki, H3PO2-dir. Və bir əsaslı turşu olduğuna görə H2PO2 kimi yaza bilərik. Yəni, bu normal turşu qalığıdır. Yəni gördüyümüz bu normal turşu qalığı olduğuna görə bu turş duz deyil. Turş duz olmadığına görə də natrium OH-la reaksiyaya girməyəcək. Elə artıq qalan 3 mol olacaq C variantı. İkinci sualda da yenə baxırıq ki, PO4-dürsə, elə dihidro ortofosfatdır. Və duzumuzu yazsaq, kalsium H2PO4 2. Və burada baxırıq ki, OH-ın sayı hidrogenin sayı ilə 1 olmalıdır. 4 dənə hidrogen varsa, 4 dənə də OH olmalıdır. Onda belə çıxır ki, kalsium OH-dan 2 mol götürmək lazımdır. Amma 1-ə 2 götürmək lazımdır. 2 mol soruşuraq, 2-yə isə X. X bərabərdir 4. Deməli, amma burada baxırıq ki, bura 4 oldu. Bura baxırıq ki, HPO3, turşumuz H3PO3-dür. Elə 2 əsaslı turşu olduğuna görə H2HPO3, yəni normal turşu qalığıdır, HPO3-dür. Onda belə çıxır ki, normal duz olduğuna görə buna kalsium OH2 sərf olunmayacaq. Burada da yenə H3PO2 turşumuzdur. Normal turşu qalığı bir əsaslı olduğuna görə H2PO2 normal turşu qalığıdır. Yəni bu da normal duzdur. Buna da sərf olunmayacaq. 6-dan 4 sərf olunacaq. Cavab 2B variantı. Üçüncü sualda da əvvəlcə balans tənliyi quraq. Kalsium 0-dan kalsium müsbət 2-yə, kükürt müsbət 6-dan kükürt mənfi 2-yə gəlir. 2 elektron itirib, 8 elektron qazanıb. 1, 4, 4, 1. Və 4-ü kalsiuma yazırıq. Kükürdə 1 yazırıq. 4 dənə kükürt burada, 1 dənə kükürt burada eləyəcək 5 kükürt. 5-i yazıram bura. 5-i 2-yə vururam, 10, 10-dan 2 çıxıram, eləyəcək 8, 8 də 2-yə bölüb yazıram bura 4. Onda indi baxırıq ki, bunu silək. Deyir ki, 2 mol kalsium tərkibində 10 mol sulfat turşusu. Reaksiyanı buradan səliqəli şəkildə yazaq və üstündə göstərəcəm ki, burada nə qədər
sərf olunub, nəydən artıq qalıb. Yəni artıq qalma baş verəcək buradan. Baxırıq ki, 4 mola 5 mol sərf olunubsa, 4 mol kalsium, 5 mol H2SO4 sərf olunubsa, bizə 2 mol kalsium verib. 2-yə də yarısı qədər, yəni 2,5 sərf olunub. Fikir verin, 10 mol sulfat turşusunun hamısı 10 mol sulfat turşusundan ancaq 2,5 sərf olunub. 10 molda istifadə edəcəyik axırda faizi tapanda. Amma biz baxırıq ki, 2,5-ə bilmirik nə qədər reduksiya olunub turşunun. Amma 5-ə görürəm ki, 1 mol. Çünki kükürt burada 1 dənədir. 1 mol reduksiya olunub. Və buradan baxıram ki, 0,5 reduksiya sərf olunub turşu. Bizdən də soruşur ki, 10 mol sulfat turşusunun neçə faizi reduksiya olunub? X bərabərdir 5%. A variantı. Burada dördüncüdə də yenə də reaksiyanı yazaq. Balans tənliyi quraq. Müsbət 2-yə gəlib. Azot müsbət 5-dən azot müsbət 4-ə gəlib. 2 elektron, 1 elektron, 1, 2. 2-ni yazırıq bura. Burada 4 dənə olur. Azot 4-ü yazdıq nitrat turşusuna. 2-ni də yazdıq bura. 12 və oksigenlərdə 12. İndi baxırıq. Buradan bizə deyir ki, 0,5 misli 4 mol nitrat turşusudur. Mən də baxıram ki, 0,5 əslində 1 mola 4-dür. 0,5-ə yox. Onda belə çıxır ki, deməli, biz 0,5-ə yarısı qədər 2 nitrat turşusu sərf olunub. İstəyirsiniz, belə də yaza bilərsiniz. 0,5-ə x, 1-ə 4. Və baxırıq ki, nitrat turşusu 4 moldan 2 mol sərf olunub. 4-ü yenə sonda faizi tapanda istifadə edəcək. Onda belə çıxır ki, 2 mol nitrat turşusu sərf olunanda, bilmirəm nə qədər turşu reduksiya olunub. Amma 4 mola fikir verin, 2 dənə azot sərf olunubsa, 2 dənə turşu sərf olunub deməkdir. X bərabərdir 1 mol. 1 mol turşunun faizini tapırıq. Biz də bilirik ki, 4 mol turşu 100%dir. X bərabərdir 25%. D variantı. 5-ci suala baxaq. Alüminium nitratı parçalayaq. Alınır alüminiumun oksidi, NO2, bir də O2. Və əmsallaşdırdıq. İndi bizə deyir ki, 0,2 mol tam termiki parçalandıqda oksidləşdirici atomun ümumilikdə qəbul etdiyi elektronların mol sayını müəyyən edin. Oksidləşdirici dedikdə mənfiyə gedən, yəni müsbət 5-dən müsbət 4-ə. 1 elektron deməli nə baş verib burada? Alıb 1 elektron və 12 dənə azot 1 elektron alıb 12 elektron alıb. Yəni 4 mol duz parçalandıqda 12 mol elektron qəbul edibsə 0,2 nə qədərdir x? X bərabərdir 12 vur 0,2 böl 4. İxtisar getdi 3. Bu da edəcək 0,6 C variantı. 6-cı suala baxaq. Yenə də reaksiyanı yazırıq. Mis nitrat parçalanır mis oksidə, NO2-yə və O2-yə. 2-yə vuraq. 4. 4 yazıram bura. 3 kimi 6, 6-nı 2-yə vuranda 12, 4 kimi 8, düz. Oksigenə heç nə düşmür. Və baxırıq ki, deyir ki, parçalandıqda oksidləşdirici atom müsbət 5-dən müsbət 4-ə gəlib 1 elektron alıb, 1 elektron alıb və 4 elektron 2 mol deməli duz parçalananda 4 elektron alış baş verib 0,5-ə x. X bərabər 2, 0,5 vur 4. Bu dedəcək 1. D variantı. 7-ci suala baxaq. Kalsium karbidin reaksiyasını verib. Ayrıca yazaq. Kalsium karbid 2 mol su alınır asetilin və kalsium hidroksid. 32 qram yazırıq. Və 32 qrama görə biz nə tapacaq? Asetilinin litrini tapacaq. Amma o litr bizim nəzəri çıxımızdır. X
64'ə də 22,4. Bu da edir. Bununla bu ixtisar getdi 2, 11,2. İndi biz bilirik ki, bu nəzəri çıxımımız həmişə 100% olur. 11,2 100%dir. 90% x. X də bərabərdir 10,8 B variantı. 8-ci suala baxaq. Burada da yenə alüminium karbidin reaksiyasını yazaq. Və qramın verib 28,8. Yenə də 80% çıxımla metan. Metanın əvvəlcə nəzəri çıxımını tapaq. 144'də də 3 vur 22,4. X bərabərdir 13,44. Bu olur bizim nəzəri çıxımımız. 100%. 80'ə isə x. Bu da edir 10,752 C variantı. 9-cu suala baxaq. Əgər burada qrafik nəyin dəyişməsidir ona baxırıq. Əgər məhlulun kütləsinin zamandan asılılığı veribsə, onda belə çıxır ki, məhlulun kütləsi azalırsa, metalın kütləsi artır. Metalın kütləsi artır. İndi bizə verib mis sulfat. Yəni metal nədir? Məsəl üçün birinci maqnezium. Bəli, maqnezium misi sıxışdırıb çıxardır. Alınır maqnezium, SO4 və mis. Və baxırıq ki, 24'dən gəlib 64'ə. Bəli, metalın kütləsi artdı. Yəni maqnezium lövhəsinin üstünə, yəni bir hissəsi qırılır, maqneziumlar gedir. Rəngi dəyişsək, məsəl üçün mis gəlir oturur. Və maqneziumun kütləsi az, misin kütləsi çox olduğuna görə ümumi olaraq metalın kütləsi artır. Onda birinci düzgündür. İkinciyə baxırıq. Mis sulfat üstəgəl plümbium. Bu da çıxardır. Plümbium SO4 üstəgəl mis. Plümbium'a baxırıq. Plümbium olacaq neçə qram? 207 və baxırıq ki, metalın kütləsi azalır. Yəni plümbiumun üstünə az kütləli olan mis gəlir. Onda belə çıxır ki, bu ikinci olmayacaq. Keçdik mis SO4 üstəgəl xrom. Xrom da sıxışdırıb çıxardır. Xrom SO4 və mis. Xromun üstünə, yəni xrom nə qədərdir? Xrom olacaq 52. 52'nin üstünə 64 gəlir. Bəli, çoxalır. Yəni azın üstünə çox gəlir. Fikir verin. 52'dən 64'ə qalxdı. Deməli bu da olacaq. 1, 3 olacaq. Sink mis SO4 üstəgəl sink və burada da sink SO4 üstəgəl mis. Sink 65, 64. Fikir verin, azaldı. Yəni əgər metalın kütləsi azalırsa, məhlul artır. Yəni qrafikəsində belə olmalıdır. Ona görə biz bunu götürmürük. Keçdik mis SO4 üstəgəl dəmir. Dəmir SO4 üstəgəl mis. Və baxırıq ki, 56'dan 64'ə gəlir və kütləsi artır. Metalın kütləsi artırsa bu da olacaq. Cavab 1, 3, 5. Y variantı. 10-cu suala baxaq. Burada dəmir 3 SO4 verib, yəni sulfat, dəmir 3 sulfat və biz hansı metalı üstünə gəlsək, o əgər bu əyri, yəni qrafik düzdürsə, bu o deməkdir ki, reaksiya baş vermir. Yəni dəyişiklik baş vermir. Biz də bilirik ki, gümüş dəmiri sıxışdırıb çıxarda bilmir. Plümbium dəmiri sıxışdırıb çıxarda bilmir. Civə dəmiri sıxışdırıb çıxarda bilmir. Amma sink və maqnezium sıxışdırıb çıxarda bilir deyə qrafikimiz yəni 4'ə və 5'ə aid olmayacaq. Cavab olacaq 1, 2 və 3. Y variantı. Kalsium karbidi parçalayırıq. Kalsium oksidi və karbon qazına. Və baxırıq ki, azalma 122'dən 22 çıxırıq. 100. Azalma 22'dir. 22 karbon qazı alınırsa, belə çıxır ki, bərk qalğın kütləsi olur 100. Və 22'yə görə baxaq görək nə qədər kalsium oksid alınır. 44'ə 56. X bərabərdir 28. Onda bərk qalığın içində
28 kalsium oksiddir. Elə bizdən kalsium oksidin kütlə payını soruşur. X faiz, 100 də 100%dir. Bu da edəcək 28% D variantı. 12-ci suala baxaq. Magnezium karbonat parçalanır maqnezium oksidi və karbon qazına. Baxırıq ki, azalma 22 kiloqramdır. 222-dən 22 çıxanda 200 qalır. Yəni, qarışığımız, 5 qarışığımız 200-dür. Amma baxaq görək, həmin 200-ün içində nə qədər maqnezium oksidi var? 22 qrama görə tapırıq. 40 qram. X bərabərdir 20 kiloqram. Maqnezium oksid var. Onda 20 kiloqram. X faizdir. 200 100%dir. Bu da edir 10% B variantı. 13-cü suala baxaq. Burada codluq dərəcəsini verir. Biz bilirik ki, əgər litrdirsə 1000 millilitrdə 7 millimol deməkdir. 100 millilitrdə X. X bərabərdir 0,7 millimol. Bizdə də maqnezium yox, kalsium istəyir. 0,7 millimola X qramdır. X milliqramdır daha doğrusu. 1 mola 40 qramdır. X da bərabərdir. Eləyəcək 28 D variantı. 14-cü sualda da yenə eyni ilə 8 millimol 1000 millilitrədir. 200-ə isə X-dir. İxtisar getsə, bu da edəcək X bərabər 1,6 millimol. 1,6 millimol X mol. Deməli, 1 mola isə 40. X da bərabərdir 64 C variantı. Burada alüminium 2O3-dən, yəni boksidin tərkibində olan alüminium 2O3-dən 2 dənə alüminium alınır. Qısa yazsaq, 0,154-ə görə alüminium 2O3-ü tapaq. 2 vur 27-yə də 102. X bərabərdir olacaq 1,2 ton. Və burada 10,2 100%dirsə 1,2 X bərabərdir 10% B variantı. 16-cı suala baxaq. Mis 1 sulfit, yəni kuprum 2S-dən biz bilirik ki, 2 dənə mis alınır. Qısa yazsaq və burada 20% mis 1 sulfit olan 12 ton zənginləşdirilmiş dağ suxuru deyirsə, 12 100%dir. Baxaq görək 20%, yəni dağ suxurunun tərkibində nə qədər mis 1 sulfit var? X-i tapırıq 2,4. Yəni ton mis sulfid var. Və biz 2,4-ü qoyuruq mis 1 sulfidin üzərinə və oradan misi tapırıq. X 160-a da 2 vur 64. X edir 1,92. Və bizə deyirlər ki, 80% praktiki çıxımdır. Yəni, bu bizim bilirik ki, nəzəri çıxımımızdır. Yəni, 1,92 100%dir. Bəs 80% nə qədərdir? X edir 1,536 C variantı. 17-ci suala baxaq. Mis 2 sulfat məhluluna dəmir salınır. Bizə bilirik ki, dəmir misi sıxışdırıb çıxardacaq. Dəmir sulfat və mis alınır. Əmsallaşdırmağa ehtiyac yoxdur. 0,2 qram artmışdır. Biz də baxırıq ki, 56-dan 64-ə gəlirsə 4. 8 qram artmış. 8 qram artanda bizdən nə soruşur? Mis çökür. 64 mis çökürsə 0,2 X-dir. 64 ilə 8 ixtisar olunur. X bərabərdir 1,6 B variantı. 18-ci sualda yenə eyni ilə formulu yazaq, tənliyi yazaq. Alınır sink SO4 və dəmir. Və burada nə qədər azalma baş verir? 65 qramdan 56 qrama gəlir. 9 qram azalma baş verəndə 56 qram dəmir çökür. 9 qram azalma baş verəndə 56 qram dəmir çökür. Bəs 0,18 qram azalma baş verəndə nə qədər dəmir çökür?
X-ımız edir 0,12 D variantı. Burada qarışıqlar verilib. Dəmir və dəmir 2 oksid. Baxırıq ki, dəmir 2 oksiddən dəmir alınır və nə qədər azalma baş verir? 16 qram. Burada isə 1,6 qram azalma baş verir. Nə qədər dəmir alınır? Daha doğrusu nə qədər dəmir oksid var idi? 9-un içində. Baxaq görək nə qədər dəmir oksid var idi. X 16 qram azalma baş verəndə 72 qram dəmir oksid var idi. X bərabərdir 7,2. 9-un içində 1,8 dəmirdir. 7,2 isə dəmir oksiddir. Bizə də deyir ki, ilkin qarışıqda 1,8 neçə faiz təşkil eləyir? 20%. B variantı. 20-ci sualda yenə eyni ilə burada 8,4-dür. Ondan 8,4 azalma 1,6 qram azalma baş verir. Alüminium 2O3-dən 2 dənə alüminium alınırsa, deməli 16 vur 3 48 azalma baş verir. 48 azalmada 102 alüminium 2O3 parçalanır elektrolizdən 1,6-ya X-dir. X bərabərdir 3,4. Ondan 3,4 çıxanda 6,6 qalır. Yəni alüminium əvvəlki qarışıqda 6,6 alüminium var. 6,6 böl 10 vur 100. Bu da eləyəcək 66% C variantı. 21-ci suala baxaq. Magnezium nitratı parçalayanda magnezium oksid, NO2, bir də O2 alınır. Əmsallara uyğun biz bura A və A yazırıq. Magnezium oksid, magneziumda, burada deyir ki, magneziumda közərdilir, oksigində yanır. Magnezium oksid alınır, əmsallaşdırırıq və 81-ə X 2 vur 24-ə tapırıq ki, 2 vur 40. Və buradan X bərabərdir 135 edir. Yəni bir bu var, 2A vur 40. Bir də bu var. Yəni son qarışığımızda bu var. Bizə də deyir ki, reaksiya son alınan bəşqalıq, yəni son alınan bəşqalıq hansıdır? 80A üstəgəl 135. Və əvvəlki qarışıq hansıdır? Bax bu. Yəni 2A 148 vur 2A üstəgəl 81. Və buradan biz A-nı tapırıq. Və buradan da hesablayırıq. A bərabərdir 0,25. Gətiririk, qoyuruq burada yerinə. 2A vur 148 bərabərdir. 2 vur 0,25 vur 148. O da eləyir 74 qram C variantı. 22-ci sualda yenə eyni ilə mis yanır. Közərdirik. Alınır mis oksid. Və burada ümumiyyətlə oksigində közərdilir. Burada sadəcə mis nitratı verir. Onda mən bunu əmsallaşdıranda 2A, A və A yazıram. Mis nitrat parçalananda mis oksid, NO2 və O2 əmsallaşdırırıq. Və baxıram ki, onsuz da 2 mol parçalananda 2 mol oksid alınır. Yəni 2 mol 2 vur 188, 2 vur 64 + 16 80. Yəni onsuz da biz bilirik ki, bu qədər reaksiya parçalananda bu qədər bəşqalıq alınır. Amma bunu bilmirik. Yazacağıq 64 vur 2 128A. Buna da yazırıq 80-dir 160A. Və bunların cəmi bir-birinə bərabərdir. Bax, bunların cəmi. Onda yazırıq 128A üstəgəl 2 vur 188 bərabərdir 160A üstəgəl 160. A-nı tapırıq 6,75 və gətiririk, qoyuruq. Nəyi soruşur? Misi soruşur. Burada yerinə 2 vur 6,25 vur 64. Bu da eləyir 864 Y variantı.